Salam, baxırıq feil və zərfə aid ümumi test izahına. Birinci sualda soruşur ki, birindən şəkilçi vasitəsilə zərf düzəltmək olmaz. Biz bilməliyik ki, zərf düzəldən şəkilçilər hansılardır? Dandən şəkilçisi, cacə şəkilçisi, lalə şəkilçisi, akı şəkilçisi, casına, cəsinə və digər şəkilçilər. İndi variantlara həmin şəkilçiləri qoyub zərf düzəltməyə çalışacağıq. A variantında çox sözü, çoxdan, nə vaxtdan, bəli, zərf düzəltmiş oldum. B variantında xülasə sözü. Xülasə sözü vurğusuna görə də fərqlənən amonim ola bilməyən sözdür. Baxmayaraq ki, xülasə sözünü biz iki nitq hissəsinə görə bilirik. Bir isim, məsələn, deyirəm qəzetin xülasəsi, burada isim olur. Amma deyirəm xülasə, yəni qısalmış forması, modal sözü olaraq da bu sözü görmüş oluruq. İndi mən buna zərf düzəldən hər hansı bir şəkilçisinə, məsəl üçün, dandan şəkilçisini əlavə etsəm, deyirəm xülasədən. Artıq orada dandan zərf düzəldən şəkilçisi olmur. Çıxışlı halın şəkilçisi xülasədən nədən? Xülasədən deməli isim olmuş olur. Məsələ doğru variantımız da B variantıdır. C variantına baxırıq. Cəsarət, cəsarətlə zərf düzəldə bildim. Hər, hərdən zərf düzəldə bildim. Alman, almanca zərf düzəldə bildim. Dil adlarına, ölkə adlarına qoşulan cacə şəkilçisi məhz düzəltmə zərf əmələ gətirmiş olur. Keçdik ikinci suala. Növbəti sualımız qeyri-qəti gələcək zamanda olan feil işlənməmişdir soruşur. Qeyri-qəti gələcək zaman şəkilçisi ar-ər şəkilçisidir və birinci və ikinci şəxsin təkində və cəmində ar-ər şəkilçisindəki r samiti z samitinə keçmiş olur. Yəni bu sizi çaşdırmasın. A variantına baxırıq ki, bu paltar mənə yaraşmaz. Təsdiqə çevirsək, yaraşar. Bəli, doğrudur. Deməli bu qeyri-qəti gələcək zaman şəkilçisidir. Bizdən isə feildə işlənməmişdir soruşur. B variantına baxırıq. Deyirlər bugün gün çıxmayacaq. Sabaha qədər gözləyərsən. Gözləyərsən də ar-ər şəkilçisi var və bu da qeyri-qəti gələcək zaman şəkilçisidir. C variantına baxırıq. Bu qabı, su qabı su yolunda qırılar. Bəli, qırmaq, qırılmaq və qırılar burada artıq zaman şəkilçisidir. C variantına çıxırıq. D variantına baxırıq. Kim gedib o kitabları rəfə yığar. Yığmaq feilinə yığar deməli, feili zaman şəkilçisi işlənmişdir. Bizdən isə işlənməyəni soruşub. Y variantına baxırıq. Oğul, təcili olaraq ağaclardan biraz meyvə qopar, mənə ver. Bəli, burada qopar, qopmaq feilinə qopar deməli, ar-ər şəkilçisi, leksik şəkilçisi əlavə etmişdir. Bu zaman şəkilçisi deyil. Müəllim, mən hardan bilim ki, buradakı ar zaman yox, leksik şəkilçisidir. Onunla ayırt etmək olar ki, əgər feilin kökünə hər hansı bir şəkilçi artırılırsa, həmin şəkilçidən sonra maq, məq şəkilçisinə əlavə ediriksə, deməli, bu edə biliriksə, bu olur. Leksik edə bilmiriksə, artıq olur o qrammatik şəkilçisi. Qoparmaq deyə bilirəm. Deməli, qoparmaq sözündə ar şəkilçisi, leksik şəkilçisidir. Zaman şəkilçisi deyil. Doğru variantımız Y variantı. Üçüncü suala baxırıq. Feillərdən birində iki leksik şəkilçi işlənib. Baxın, iki leksik şəkilçi işlənib. A variantına baxırıq. Yaşanıldı. Sözün kökü yaşdır. Yaşa, yaşan, yaşanıl, yaşanıldı. 3 dənə burada leksik var. Ona görə də A variantını silirik. Bizdən isə iki leksik şəkilçini olan sözü istəyir. B variantına baxırıq. Qaldırıldı. Qaldırıldı sözünün kökü qalmaq ola bilməz. Qalla qaldır arasında mənə bağlılığı yoxdur. Elə ona görə də sözümüzün kökü qaldır, qaldırıl, qaldırıldı. Bir leksik oldu. Bu da şərtimizi ödəmədi. Keçdik C variantına. Qırlandı. Bəli, sözümüzün kökü qırdı. Qırlanmaq feili. Qırlandı, qırladı. Qırlandı artıq iki leksik, bir qrammatik şəkilçi oldu. Elə doğru variantımız C variantıdır. D variantına qorxaq sözün kökü qorx, feili, qorxaq. Necə? Qorxaq deməli, yaranmış oldu. Bir leksik, burada isə bizə iki leksik istəyirdi. Ona görə də D variantını çıxırıq. Y variantında alovlandı sözünün kökü alov.
alovlan, alovlandı. Bəzən uşaqlar səhv salırlar, deyirlər ki, bu alovlamaq sözünü deyirik axı, amma deməklə o sözün olduğu məqamına gəlmir də. Yəni dilimizdə alovlamaq sözü yoxdur. Ona görə lan orada bütövlükdə götürülmüş olur. Doğru variantımız C variantı. Növbəti sualımız zərf işlənmiş cümləni seçin. Soruşur. A variantına baxırıq. O hadisədə gec olsa da sən haqlı oldun. Burada zərf yoxdur. B variantına baxırıq. Belə yalanlarla aldadacağını zənn edirsən. Bax, burada yalanlarla, kim ilə, nə ilə suala cavab verən zərf olmur. B-də səhvdir. C-yə baxırıq. Dediyi sözlər əməllərlə uyuşmur. Nə ilə, kim ilə, əməllərlə bu da zərf olmuş olmur. D variantına baxırıq. Onu fəxrlə. Nə qədər danışacaqsan? Bəli, fəxrlə. Necə, nə tərzdə? Burada artıq zərfdir. Elə doğru variantımız D variantıdır. Y variantına baxırıq. Bu uğuru zəhmətimlə qazanmışam bala. Baxın, burada zəhmətimlə, nə ilə, kim ilə artıq zərf olmamış olur. Doğru variantımız D variantı. 5-ci suala baxırıq. İsim və feil kimi amonim ola bilən sözü istəyir. A variantına baxırıq. Dayanacaq. Bəli, dayanacaq sözünü həm feil kimi düşünə bilərik, həm də dayanacaq deməli yer mənasında, yəni isim mənasında işlədə bilərik. Amma hər iki məqamda bunların deməli başlanğıc formaları fərqli olur. Ona görə də amonim hesab edilmir. Səpin sözü də bu tipli sözlərdəndir. Yəni başlanğıc formaları fərqli olduğuna görə artıq amonim olmur. Biçin sözü də eyni funksiyanı yerinə yetirmiş olur. Aşırım sözü də bəli, feil və isim kimi ola bilər, amma deməli başlanğıc formalı fərqli olduğuna görə amonim hesab edilə bilməz. Y variantında isə din, dinmək, danışmaq kimi, bir də ki, din, İslam dini məqamında isim olmuş olur. Elə doğru variantımız da Y variantı oldu. Keçdik növbəti sualımıza. İsimin kateqoriyasına qəbul edən zərf hansı cümlədə yoxdur deyir. Baxın, isimin kateqoriyasına qəbul edən zərf hansı cümlədə yoxdur. Aha, zərf olsun, amma isimin kateqoriyasına qəbul etməsin. Yəni kök olaraq zərf olsun istəyir. A variantına baxırıq. Yuxarıdakılar bu mərtəbəyə düşmək istəmirlər. Elə bu yuxarıdakılar sözüdür. Doğru variant A variantımızdır. Niyə? Yuxarı sözü zərfdir, düzdür. Amma dakı şəkilçisi ancaq və ancaq sifət düzəldir. Yuxarıdakı sözü deməli sifətdir, isim deyil. Baxmayaraq ki, lar şəkilçi isimin kateqoriyasını qəbul edib, amma zərf də yox, yuxarıdakı sifəti əmələ gətirmişdir. Elə doğru variantımız A variantıdır. B variantına baxırıq. Oraya getmək hamımız üçün lazımlıdır. Bəli, oraya sözü zərfdir və isimin kateqoriyasını qəbul edib. C variantında bu işin orasını da, burasını da düzgün götür-qoy edək. Bəli, orasını, burasını İsimin kateqoriyasını qəbul etmiş zərfdir. D variantına aşağıda təmir işləri gedir. Aşağıda sözü də zərfdir və isimin hal şəkilçisini qəbul etmişdir. Y variantına bu hərəkətin irəlisini fikirləşmirsən. Baxın, irəlisini hal və mənsubə şəkilçisini qəbul edib, amma zərf olaraq çıxış etmişdir. Bizdən isə deməli zərf funksiyası zərf olmasını soruşurdu. Elə doğru variantımız A variantıdır. 7-ci suala baxırıq. 7-ci sualda feildən düzələn feil hansı cümlədə işlənir? Feildən düzələn feil. A variantına baxırıq. Əskər həsrəti qara saçlarımı ağartdı. Bəli, burada elə A variantıdır. Niyə müəllim? Ona görə ki, feildən düzələn feil, yəni bizdən kökü soruşmur. Bizdən sadəcə deməli yarandığı nitq hissəsini soruşur. Ağ sifətinə ağar feili əlavə olunub və feildən də ağar feilindən də ağart feil əmələ gəlmişdir. Yəni burada tək t şəkilçisi feildən feil düzəldən şəkilçidir. Baxmayaraq ki, sözün kökü ağ sifətidir. Elə doğru variantımız A variantıdır. B variantında meyxanaçılar arasında dəyişmə davam edirdi. Burada isə mürəkkəb feildir. C variantında qar bir yağdı, nə yağdı? Burada isə ümumiyyətlə düzəltmə feil yoxdur. Burada zaman şəkilçisidir. C-ni də çıxırıq.
D-yə baxırıq, sən onsuz da düzələn deyilsən. Burada da deməli düzəltmə feil yoxdur. Feildən feil düzəltmə yoxdur. Y variantına vəziyyət çoxdan sakitləşmişdir. Burada da sakitləşmişdir feildir, amma feildən düzəlməyib. Adlardan feil düzəltmişdir. Ona görə də yeni də çıxdıq. Doğru variantımız A variantı oldu. 8-ci suala baxırıq. Sadə feilləri seçin deyir. Sadə feillər dağılmaq, bəli, dağdan dağılmaq düzəlmir. Elə doğru variant birincidir. Birinci sözümüzdür. İkinci sözə baxırıq. Qaralmaq. Qara sifətindən qaral feili düzəlir. Bu düzəltmədir. İkini silirik. Üçüncü sözə baxırıq. Başlamaq. Baş isimindən başla düzəltmə feili yaranmışdır. Bunu da silirik. Bizdə sadə feillər istəyir. Dördüncü sözə baxırıq. Qaldırmaq. Bəli, qaldan qaldırmaq düzəlmir. Elə bu da sadədir. Dördü də götürürük. 5-ə baxırıq. Saralmaq. Saralmaq sözün kökü sarda ola bilməz. Sara da ola bilməz. Elə sadə feilimizin biri də 5-dir. 6-cı sözdə pıçıldamaq sözüdür. Sözün kökü pıçdır. Bu təqlidi sözdür kök olaraq və ıl şəkilçisi əlavə olub və düzəltmə feil əmələ gəlmişdir. Bu isə bizim şərtimizi ödəmir. Bizdən sadə feilləri soruşur. Doğru variant 1, 4, 5 uyğun gələn cavab B variantı olmuş oldu. Keçdik növbəti suala, 9-cu sual. Hansı cümlədəki sözü həm zərf, həm də ədat kimi düşünmək olar deyir. Baxın, A variantına deyir, təkcə sən məni başa düşə bilərsən. Təkcə sən məni başa düşə bilərsən. Burada deməli, təkcə sən məni başa düşə bilərsən, tək sən məni başa düşə bilərsən. Burada artıq ədatdır. Bizdən isə zərf və ədat kimi düşünmək olar fikrini soruşur. B variantına baxırıq. Mən bilirəm ki, yalnız sən bu işi təkcə bacararsan. Tək bacararsan, təkcə bacararsan. Artıq burada ədat olmuş olur. C variantına baxırıq. Elə təkcə səni fikirləşirəm, başqası maraqlı deyil. Elə tək səni fikirləşirəm, burada da ədatdır. D variantına baxırıq. Təkcə bu qədər adama nə edəcəksən? Tək bu adama nə edəcəksən? Burada da ədatdır. Y variantına baxıram. Təkcə evdə qalanda yadına düşürəm. Baxın, təkcə evdə qalanda yadına düşürəm. Bir, yalnız evdə qalanda mı yadına düşürəm? Yalnız. Yalnızla əvəz eləyə bilirəmsə, ədatdır. Bir də ki, deyirəm ki, yəni tək qalanda, heç kəs olmayan, yəni tək qalanda mənasında artıq orada zərf funksiyasını yerinə yetirmiş olur. Elə doğru variantımız da Y variantı olmuş oldu. 10-cu suala baxırıq. Hansı cümlədə mürəkkəb feil yoxdur? Baxın, hansı cümlədə mürəkkəb feil yoxdur? Baxıram A variantına. Onların şəhəri tərk etdiyi uzun zaman olub. Baxın, uzun zaman olub. Burada mürəkkəb feil var. B variantına baxıram. Biz sizinlə dost olmaq istəyirik. Dost olmaq istəyirik. Mürəkkəb feil var. C variantına baxıram. Mən evə çatanda birbaşa tapşırıqları etdim. Baxın, burada tapşırıqları etdim. Yerinə yetirdim mənasında sadə feildir. Yəni mürəkkəb feil deyil. Yerinə yetirmək mənası olanda elə bu sadə feil olmuş olur. Elə doğru variantımız C variantıdır. D variantına baxırıq. Oraya təcili getməkdə əsas məqsəd yardım etməkdir. Yardım etmək burada mürəkkəb feildir. Y variantına inşallah tezliklə bütün xəstələrə çarə tapılar. Çarə tapmaq isə mürəkkəb feil olmuş oldu. Bura qədər inşallah ki, izahım aydın oldu. Növbəti izahlara qədər.